Aprelin 18-i 20-sində isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Globalnet xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Samux, Ağdam, Yevlax, Tərtər, Bərdə, Göyçay, Neftçala, Salyan, Quba, Şabran, Siyəzən, Qubustan, Şəki, Qəbələ, Oğuz, Kəlbəcər, Cəbrayıl, Füzuli, Laçın. Zəngilanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək. Küləyin sürəti 13,9-27 metr/saniyə təşkil edəcək. Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Qusar, Xaçmaz, Xızı, Lerik. Yardımlıda narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək. Küləyin sürəti 28-4 metr/saniyəyədək güclənəcək.